Milli xanəndəlik məktəbimizin müasir nümayəndələrinin yaradıcılığını nəzər salsaq, onların səs, bədii texniki oxuma və bacarığına görə müəyyən yer tutan, klassik üsulda ifaçılığa daha çox rəğbət bəsləyən və bu yolda özünü təsdiq edən xanəndələrdən biri də Canəli Əkbərovdur. Canəli Əkbərov xarici ölkələrdə, Almaniyada, Polşada, Malidə, Türkiyədə, İraqda, Avstriyada və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuşdu. 1978 və 1983-cü ildə Səmərqənddə keçirilən Ümumdünya Muğam Simpoziumunun, 1989-cu ildə İsveçdə Beynəlxalq Falun Festivalının qalibi olmuşdu. Bedenim bir oldukça libasım bulur ölsem kefenim. Canı canan dilemiş vermemek olmaz eydim. Ben izah eyleyelim ol ne senindir ne benim. Taş deler ahim okuyor şehdiyle bir şobinden. Ne ola zembur evine benzese Beytül Hezelim. Daire-i devlettir, ne rava kim, məni ondan çıxar zəfi tərim. İlk məktəbi, ilk müəllimi atası olsa da, bu sənətin elmi yoxuşunu, elmi nəzəri və praktik xüsusiyyətlərini Azərbaycan muğam tarixinin görkəmli nümayəndəsi olan Xan Şuşinskidən öyrənmişdi. O tez-tez tələbələrinin başına yığar, hər birini mehribanlıqla, səbirlə dinləyərmiş. Xan Şuşinski ən sevimli tələbələrindən olan Canəli Əkbərov haqqında bu sözləri demişdi. Yaxşı xanəndə olmaq üçün təbii səs keyfiyyətlərindən, zəhmət və dözümdən savayı ifaçı məqsədinə sədaqət lazımdır. Gənc müğənni Canəli Əkbərovda mən bu keyfiyyətləri görürəm. Mən onun gələcəyinə inanıram. O yaxşı oxuyur, özündən əvvəl oxuyanlardan da çox şey görməyə can atır. Canəli böyük-kiçik yeri biləndir. Canəlinin çox gözəl, rəvan və yüksək diapazonlu səsi var. Bu səs həm bəmdə, həm də zildə rahat işləyir. O muğamın bütün güşələrini məharətlə ifa edir. Onun oxuduğu Heyratı, Mənsuriyə, Qarabağ şikəstəsi, Çahargah və başqa muğamlar mənim çox xoşuma gəlir. Klassik musiqi pərəstişkarları Canəli Əkbərovun Araz Barı, Qarabağ şikəstəsi, Heyratı, Mənsuriyə kimi nisbətən çətin zərb muğamlarını mahir ifaçısı kimi tanıyırlar. Rast, Bayatı Şiraz, Mirzə Hüseyn Segahı kimi muğamları oxuyanda Canəli Əkbərovun vurduğu xallar və zəngulələr, etdiyi xırdalıqlar özünə məxsusluğu ilə seçilir. Azərbaycanda 20-ci əsrin sonu, 21-ci əsrin əvvəlində Çoban Bayatı muğamının Keçəcioğlu Məhəmməddən sonra ilk dəfə ifa etmiş xanəndə Canəli Əkbərov olmuşdur.
Alkış!